Benim artık 29 yaşım var ve dostlarımın, tanışlarımın çoxusu nə ailəsi var, nə də bir münasibətə başlamaq istəyirlər. Və bu artıq uzun müddət davam edir. 3-5 ildən çoxdur ki, heç kimlə görüşmürlər. Yeri gəlmişkən, bizim atalarımız bizim yaşda olanda artıq uşaqlarını məktəbə apardılar. Belə nəzəri baxımdan baxsaq, sən artıq oğlunun məktəb gündəliyini yoxlayan vaxtların olmalı idi. Və bu barədə düşünəndə adama biraz qorxulu gəlir. Yəni hiss edirsən ki, burada nəsə səhvlik var. Keçmişdə bu telefon, internet dövrü olmayan vaxtı kişilər, qadınlar bir-birini axtarırdılar. Hətta qadınlar kişilərə bir işarə verirdi, tanış olmaq üçün, münasibət qurmaq üçün. Və o dövrdə ailə qurmaq indiki dövrdən fərqli olaraq kriminal bir şey sayılmırdı. Və o dövrdə indikindən yenə fərqli olaraq qadınların, qızların əsassız tələbləri yox idi. Siz sadəcə olaraq atanızdan soruşun. Ananızla ailə quranda onun nəyi var idi? Nə bahalı maşını, nə dəbdəbəli evi, nə bahalı brend paltarı, nə də ki Dubayda Burj Xalifanın qabağında şəkli var idi. Bunların heç biri yox idi. Sadəcə olaraq yaxınlaşdı, tanış oldu, elçi göndərdi və hər şey baş verdi. Mən şəxsən o nəsildən kişilər tanıyıram ki, birinin əli yoxdur, birinin qolu yoxdur, biri digər əlildir. Amma hamısının həyat yoldaşı, ailəsi var. Və burada bəlli sual yaranır. Bəs indi nə dəyişib baxın? İdman edirsən, yaxşı görünürsən, işləyirsən, 100% axmaq biri deyilsən və yenə də xanımlar üçün görünməz qalırsan. Metroya minirsən, kafeyə gedirsən, restoranda yemək yeyirsən və o minlərlə qızların arasında heç biri sənə hər hansı bir işarə vermir. Və birdən gözə görünsə ki, hansısa bir qadın, hansısa bir qız sənə işarə verdi. Yəni hiss elədim ki, simpatiya var qarşılıqlı. Gedib yaxınlaşarsan, aldığın cavab nə olacaq? Nə baxırsan əclaf? İndiki dövrdə deyərdim ki, kişilər sanki diqqət çatışmamazlığı içində yaşayırlar. Və sonra nə baş verir? Kişilərdə tədricən faydasızlıq hissi yaranır. Soruşsan ki, niyə hələ də subaysan? Çoxsu deyər ki, məşğulam, işim çoxdur, vaxtım yoxdur. Və hamımız bilirik ki, bunlar hamısı sadəcə bir bəhanədir. Əsl səbəb budur ki, kişilər hiss edir ki, müasir qızların tələblərinə uyğun deyirlər. O istədiyi boy, o istədiyi xarizma, maaş o deyil. Və sənə elə gəlir ki, onların hamısı səndə olsaydı, qızlar özləri gələrdi, yaxınlaşardı. Və nəticədə qarşılığa heç kim çıxmayanda kişi xanımlarla üz-üzə gəlməyə belə utanır. Və burada asan olar ki, demək ki, mənə münasibət, ailə qurmaq elə şeylər lazım deyil. Heç olmasa bu şəkildə deyəndə özünə psixoloji zərər vurmayasın. Kişi tənhalığın digər səbəbi də var. Daima natamamlıq hissi olmadan yaşamaq. Yəni ki, bax Nigargildə var, bizdə yoxdur. Bu sözlərdən azad olmaq üçün. Cəmi 40 il əvvəl normal həyat yoldaşı olmaq, işgüzar bir kişi olmaq, güclü ailənin sahibi olmaq üçün kifayət edirdi. Və digər səbəblərdən də biri ətrafa baxırsan, nə görsən? Boşanmalar, qalmaqallar, əksər dostlarının, tanışlarının pis təcrübəsi. Və düşünürsən ki, bu mənim nəyimə lazımdır. O deməkdir ki, sənin ilham mənbəyin yoxdur. Və indikilər sosial şəbəkələrdə, seriallarda normal ailəni necə görürlər? Onlar üçün ideal ailə şəxsi dairəsi, şəxsi aşpazı, şəxsi sürücüsü olan bir ailədir. Və sən burada başa düşürsən ki, iki böyrəyini də, canını da belə satsan, onların yaşadığı evi ala bilməzsən. Yəni ki, indiki dövrdə qızlar ailədən çox pullu və imkanlı kişi axtarırlar. Baxın, kişilərin əziyyətinin nəticəyə çevrilməsi çox vacibdir onlar üçün. Yəni, daha çox işləyirsən, daha çox qazanırsan. Daha çox məşq edirsən, daha da əzələr artır, şişir. Hər bir normal kişi bu məntiqlə yaşayır. Ancaq bu model münasibətdə işləmir. Yəni, kişi nə qədər çalışsa da, nə qədər cəhd etsə də, həyat yoldaşı, sevdiyi bir insan ona o qədər də dəyər vermir, etdiyi qədər. Yəni, sən hər şeyi düzgün eləsən belə, yenə də itirmə şansın var. Bu doğrudan da çox qorxulu bir şeydir. Və kişi tənhalığının digər səbəbi də var. Normal tanışlıq prosesi, istər internetdə, istər canlı olaraq bir alçaldıcı bir prosesdir. Çox mədəni şəkildə, dürüst şəkildə tanış olmağa çalışsan da aşağılayıcı davranışlar görəcəksən. Beləliklə kişilər uğursuz tanışlıqlardan, uğursuz münasibətlərdən tükənirlər və əllərini üzürlər. Kişi tənhalığının digər səbəbi budur ki, qızların fikrincə öz evi olmayan bir kişi heç bir ailə qurmağa, münasibətə belə uyğun deyil. Hətta bunu hər bir qız sənə açıq-aydın deməsə də, sən artıq özü günahkar hiss edirsən. Heç bir-birinizi tam tanımamışdan əvvəl siz artıq utanırsınız. Utanırsınız ki, eviniz yoxdur. Və beləliklə şuur altı ciddi münasibətdən qaçmağa çalışırsan. Və kişi tənhalığının digər səbəbi əziyyətlərin boşa getməsinin qorxusu.
Bir çox kişi var ki, münasibətə enerji sərf etməyə, sağlamlığını sərf etməyə, pulunu, vaxtını, diqqətini sərf etməyə hazırdır. Amma görəndə ki, bu fədakarlığa qiymət verən yoxdur, sən çalışırsan, əziyyət çəkirsən, onu sevindirmək istəyirsən, xanım isə cavabında belə deyir: Nə istəyirdin, qabağında baş əyməliyəm. Yəni ki, sən kişisən, bunu eləməlisən, borcundur. Amma fikirləşmir ki, bu adam məsuliyyət ucbatından gecələr yatmır. Bu cür yanaşma, bu cür münasibətlər axır vaxt çox yayılır. Amma kişinin istəyi nədir? Əziyyətinə, zəhmətinə dəyər verilsin, qiymətləndirilsin. Heç olmasa bu az da olsa çox sağ ol deyilsin. Və saydıqların heç biri olmayanda bir kişi fikirləşir ki, mən bunları kim üçün eləyirəm? Bəlkə özüm üçün eləyirəm. Və əsl tənhalıq, yalnızlıq burada başlayır. Gəlin indi bu dediklərinin hamısını əksinə fikirləşək. Xanım sevir, yaxşı görünür, dadlı yeməklər bişirir. Və buna cavab olaraq kişi deyir ki, nə gözləyirdin, belə də olmalıdır da, sən qadınsan, eləməlisən. Neyiniyim, başıma tac qoyum və gəlin etiraf edək ki, bu biraz zarafat kimi görsənir. Yəni kişilərdə heç vaxtı bu münasibət qadınlara qarşı olmayıbdır. Bunların hamısından nə nəticə çıxarda bilərik? Kişi tənhalığı seçim deyil, o bir reaksiyadır. Təsəvvür edək ki, hər bir subay oğlana normal görünüşdə, düşüncəli, istiqanlı, sevgi dolu bir qız verirlər. Təbii ki, oğlanlar kişilər deməyəcək ki, mən tək qalmağı seçdim, lazım deyil mənə elə şey. Hər bir kişi, hər bir oğlan istəyir ki, yanında onu sevən bir qadın olsun. Və mənə elə gəlir ki, bir 5-10 ildən sonra bütün bu sevgidən söhbətlər, münasibət qurmaq, hamısı belə sadəlöv, gülünc gələcək insana. Yeri gəlmişkən bu artıq baş verir. Əsl sevgi dediyiniz şey birazdan lüksə çevriləcək. Hətta nümunələr belə olsa, onlara çox adam inanmayacaq. Çox güman ki, 10 ildən sonra kişilər və qadınlar bir-birinə inamını tamamilə itirəcək. Və sonra münasibətə başlamaq, ailə qurmaq bir ekstrem fəaliyyət kimi qəbul olunacaq. Və təklik, yalnızlıq nəhayət ki, bir trend olacaq. Həm kişilər üçün, həm qadınlar üçün. Və bir dəqiqə bilirsiniz nə baş verir? Qızların beyninə yeridirlər ki, sən özün-özünə baxa bilərsən. Hansısa bir kişiyə güvənmə, müstəqil ol. Yəni kişilərə inanmaq olmaz. Belə deyəlim, bu tərbiyədən heç bir qız uzun müddətli ailə qura bilməz. Çünki nəsə xoşa gəlmədi, nəsə bir problem oldu, həmişə qaçış yeri var. Sonda nə demək istəyirəm? Qərar vermək lazımdır dostlar. Siz vaxtınızı boşa itirə bilməzsiniz. Həyatda rastlaşdığım, tanışlarım, dostlarım hələ də qərarını verməyib. Bəli, çoxsu uzun müddətli təkdirlər. Amma danışanda, söhbət edəndə fikir versən ki, onlar hamısı ailə sahibi olmaq istəyir. Amma qarşılarına normal biri çıxmayıb. Bütün tək və subay kişilərə bir məsləhətim var. İndiki dövrdə 98% qızların münasibətə yararsızdır və o 2% qalır. Hansı ki, azdan çoxdan qanır münasibət, sevgi nədir? Onların axtarışında olun və əlinizi heç vaxt üzməyin. Axır əvvəl istədiyin bir insana, istədiyin bir sevgini tapa bilərsən. Axtarın, tapın, münasibət qurun. Çalışın ki, həyatınız boşa getməsin, mənasız ömür yaşamayasınız. Bugünlük bu qədər. Hamıya sevgilər, hamıya uğurlar.